xeyirli olsun. Keçən dəfə canlı yayın açanda bəzi izləyicilərimiz bizdən İrəvan kətəsinin hazırlanması formasını istəmişdilər. Bunu düzdür, mən də yaxşı hazırlaya bilirəm, amma nənəmiz sağ olsun qeyri-adi üsulla, qeyri-adi dadla və ən əsas bir reseptlə 2 növ şirniyyat ortaya çıxartdığına görə bugünkü meydanı ona verirəm. Necə deyərlər, bir güllə ilə 2 dovşan. Ən əsas da qonaqlarınız evə gəlsə, özü çox da əziyyətə salmaq lazım deyil. Bir reseptlə 2 növ şirniyyat hazırlayın, süfrəyə verin. Necə olmalıdır? Nənəmiz sağ olsun. Gəl nənə, gəl. Gəl pişir, sonra da çay qoy. Ay nənə, danış, danış. Salam, hər vaxtınız xeyir olsun. Allah bol ruzu nəsib eləsin hamıza, inşallah. Bugün sizin üçün İrəvan kətəsi hazırlayıram. Kətə üçün bizə lazım olan ərzaqlar. İçinə, bu içi içindir. 200 qram pesok, 200 qram un, 100 qram yağ. Bu içinə gedəcək. Xəmiri üçün bizə lazımdır 3 stakan un, 200 qram kərə yağı, 200 qatıqla xamanı qarışdırmışam. Nə qədər, nə qədər? Yarı bayarı, elə bil 100 qram qatıqdır, 100 qram İkisi də sultan. yağlı olmalıdır yoxsa? Yox, fərqi yoxdur. Olmayan elə tək qatıq da tökə bilər. Problem deyil. 2 dənə yumurtadır, birinin sarısının üstü üçün saxlamışam. Duz gedəcək, vanil, kabartma tozu mən istifadə eləmirəm. Çünki o xəmiri çox yumuşaldır. Mən biraz istəyirəm xırçıltılı olsun, layları görünsün. Bu çayını sodadır, bu da sirkə. Çayını soda ilə sirkəni qarışdırıb vuracam. Özdə kim istəyirsə, əli ilə yağı yumuşaldır, qatır, döymə xəmir kimi eləyir. Amma mən istəyirəm xırçıllasın deyə, ona görə körkadan keçirdəcəm, sürtgəcdən. Ona görə də əvvəl unu, belə yağı burada eləyirik ki, əlimiz batmasın. Bunu sürtgəcdən keçirdirik. Belə eləyək ki, bunlar bir-birinə yapışmasın. Yağı sürtgəcdən keçirdəndən sonra çalışın bunu çox bərk ovmayın. Baxın, elə yağlar bilinsin. Əgər belə xırçıltılı qalmağını istəyirsinizsə, gözəl kövrək görünsün, yeyəndə ağızda ərisin və çox yağı itirməyin də içində. Belə omaca oxşuyur. Bir dənə söz soruşum. Bəs buna deyirlər Yerevan kətəsi, düz söhbətdir o. Kim deyir, ay bala, bu İrəvan kətəsidir, başına dönün. Nənə sənin üçün heç Yerevan kətəsi pişirər. Yox, nənə, sən. Bunu belə ovandan sonra bunu açırıq. Bax, yumurtanı qoyuruq. Duzu da əlavə edirik. Duzdan sonra vanil. Vanilin yarısını da içinə vuracam. Sonra da yarım çay qaşığı. Çayını sodaya, bir yemək qaşığı. İndi çoxu deyər ki, burada kimya işləyinə məşğulsan. Çoxu deyir ki, elə sodanın qatığın içinə qatılır da, amma burada sirkənin də öz rolu var. Yəni sirkə bunu daha çox xırçıltılı eləyir. Rolu var. İndi bunu əlimizlə qəşəng qarışdırırıq, xəmir halına düşənə qədər. Yenə deyirəm, bərk ovmaya lazım deyil. Yağ elə rəndələnmiş yağ içində qalsın. Bax, xəmir hazırdır. Yəni, çox da xəmir eləyib bunu öldürmək lazımdır. Bax, bunun içində yağlar görünür. Görürsən, körkadan keçirtmiş yağlar görünür. Özdə xəmirə bax, vurursan adamın əlinə yapışır. Narahat olmayın. Bunun fasonu elədir, bu belə olmalıdır. İndi bunu 2 yerə ayırırıq, qoyuruq soyuducuda. Hardasa yarım saat qalmalıdır. O yarım saatda bu yapışma gedəcək. Yağ donacaq. Yağ donacaq, yapışmayacaq. Bunu 2 hissəyə ayırırıq. Bunu götürüb kloka qoyanda əlinizə yapışmasın deyə əlinizə biraz un vurun. Un vururuq, qoyuruq bura. Bulağa qoyuruq soyuducuya. İndi başlayırıq içini hazırlamaya. İçinə də lazımdır 200 qram pesok, 100 qram yağ, 200 qram un, vanil. Məndə fərqlilik odur ki, mən unu həmişə qoruram, sonra içinə qoyuram. Çoxsa elə undan eləyir, amma qorulanda həqiqətən çox dadlı olur. Bunu qızılı rəngdə olana qədər qoğuracağım. Düzdür, qoğuranda topalar əmələ gəlir. Zəif atəşdir. Zəif atəşdir. Çox da qaralmasın. Biraz saraldı götürəcəm. Sonra da ələkdən keçirdəcəm ki, o topalar içində qalmasın. Bax, belə qızılı rəngdə olanda götürün. Çox qaraltmayın. Qaralanda içində qara-qara çıxır, yaxşı görünmür.
Elə bu qədər bəsdir. Yəni bu Götürürəm, qalan ondan mən xəşil eləyə bilərsən sonra. eləyərəm. Un soydu. Soyandan sonra bunu ələkdən keçirdirik. %100 qram yağı da yenə də sürkəcdən Bayaqçı qayda ilə. Hə. Kim istəsə, əgər belə yağı azdırsa, xəmirə yağ çatıbsa, için duru yağla da eləmək olur. Yəni narahat olmayın. Elə duru yağ 100 qram qatanda çatır. Ərimiş yağla da olur içi. Kim istəsə qozla da olur. Şəkərburanın içi kimi, paxlavanın içi kimi. Vanili də qatırıq. Pesoku da qatırıq. İndi əlimizlə ovuruq. Sən bu ilə əməlli başda umac düzəltdin nənə. Amma bu da gözəldir də. Həqiqətən gözəldir. Mənim ən çox sevdiyimdir. Allah və sağlıq. Görsən qorulmuş unun iyi necə gözəl gəlir. Valla burnum tutulub elə nənə. Yiyəndə hiss edəcəm. İnşallah. Deyirəm keçmişdə biz bir-birimizin evinə gedəndə evdə belə gözəl şirniyyatlar hazırlayırdı, aparırdı ki, gedib mağazadan nəsə almayaydı da, ona biraz pis baxırdılar ki, mağazindən alıb gətirib. Evdə hazırlayırdı, yığırdı bir buluda, aparırdı, qoyurdu, çayla içilirdi. Hə, düzdür, mən də görmüşdüm. Hardasa 70-ci illər idi. Sən 70-ci illərdə hardaydın, bala, heç fundamentin yox idi. Sağ ol elə, atletlərinlə qalmışsın. İndi marketlərə girirsən, hər şey doludur, hər şey var. Heç kəs də özünə zəhmət verib evdə bişirmək istəmir. Amma inanın ki, evdə bişirmənin dadı həqiqətən çox gözəl olur. Bax belə. Demək olar ki, bu hazır. Yağı çox əriməyi deməyin ki, yağ əriyib qatılmadı. Onun içində açılacaq, çox gözəl olacaq. Belə. Bax, xəmir dondu. Donmayına görə də adamın əlinə yapışmır. İndi un səpirik. Başlayırıq bunu açmaya. Çalışın altında un olsun. Un olmasa yapışacaq. Ucu biraz yapışır hə. Hə, un az olubdu ona görə. Öyrətdiyim kimi elə də aynən. Sən dedim axı 100 dəfə. Baş üstə. Sən necə öyrətmirsən elə də eləyəcək. Aferin. Ağlamışam. Hidayət olmusan mənə. Bunu belə çox açacaqsan, hə? Bu qədər. Bu boyda eləyəcəm bəsdir. Çox da nazik olmaz. 3 milli, 2 milli bəsdir. Nə qədər nazik olanda o qədər xırçıltılı olur. İndi bax, içi əlimizlə təxmini 2 hissəyə ayırırıq. Bir hissəsini qoyuruq bunun içinə. Əlimizlə belə yayırıq. Hər tərəfinə çatsın. Yarısını o birisi üçün saxlamısan? Hə, yarısını da ikinciyə qoyacaq da. İndi başlayırıq bükməyə. Eyni qaydada axıra qədər belə bükürük. Yaxşı olar ki, buradan ucu biraz bağlayaq ki, içi tökülməz. Bu tərəfdən də eləyirik.
Biraz əlimizlə üstünün ununu təmizləyirik ki, yumurta vuranda gözəl olsun. İndi bax, azca, əlimizlə azca, çox da yaymırıq. Çox bərkdən basıb yayanda içinin layları yapışır bir-birinə, xırçıltılı olmur. Əgər istəyirsiniz kövrək olsun, gözəl olsun, bax biraz. Elə olsun. Belə bəsdir. İndi bıçaqla kəsirik. Bunu hər kəs öz istədiyi formasında kəsə bilər. Zigzag bıçaqla da kəsmək olur, qalın. Amma mən bunu elə fasonda kəsirəm ki, həqiqətən süfrəyə verəndə belə çox gözəl görünür. Mən bunu tavaya qoyandan sonra çalışıram biraz belə içindən vuram, içindəkilər çıxır. Pişəndən sonra gülü oxşuyur. Yəni elə təzədən necə eləsən? Burada belə. Buradan da çıxır. İçində olur. Buradan. İndi hamısından bax biraz eləyin. Laylayı görürsünüz, hamı laylay düşüb. Laylay çalay. Bu pişəndən sonra biraz da belə açılacaq fiquraya düşəcəklər. Hə. Nənə, qıraqlarına dəyməməlidir, düzdür? Qırağına dəyəndə pesok yapışır, ona görə vurmuram. Da içi yox, üstünə vurursan da. Yumurtanın sarısına da bir qaşıq süt vurursan, çay qaşığı. Ki sarı açılsın da. Bunu çox iti xodda qoymaq olmaz. Çalışın araları bişsin. Çox xod ver. Gördünüz ki, üstü qızarıb, içində görünür yağın şirəsi. Onda xəmir kimi qalmamaq üçün xodun alın, qoy vanda içi bişsin. Çalışın yüksək temperaturda qoymayın. 150-160 buna bəs eləyir. İndi bunu biraz başqa fasonda kəsirik. Bir, necə deyərlər, 2 cürə alınsın da, bir şirniyyatdan 2 cürə. Bunu belə qoyun. Belə qoyanda, belə pişəndə biraz badam buraya oxşayır. Biraz buranı belə sıxırıq, biraz belə. Nənə, nə qəşəng çıxdı bunlar, belə qeyri-adi görünür, bildiyimizdən fərqlidir. Hani gərək seçilsin də, kim istəyir ki, biraz qeyri-adi olsun, siz də eləyin belə. Amma iti xodda qoymayın. İti temperaturda qoyanda fikir verin ki, aralarında əgər yağ qalıbsa, biraz balaca temperatura qoyun ki, bişsin. Altını da göstər. Altı da qızarıb, üstü də. İndi o birisini də qoydu. Bunlar da bişdi. Bu çox qızarmayacaq. Çünki bunun üstünə yumurta vurmamışıq. Ancaq bunun altı bişdi. Altı bişəndən sonra götürün. İndi əsas məsələ nənənin əl işinin qabiliyyətinə bir yerdə göz ataq. Birini götürək, parçalayaq. Aynen, nə qəşəng xırt-xırtdır bu. Dadına da qoy baxım. Super. Bu lap qəşəng çıxıb aynen. Dadları eynidir də, çünki eyni xəmirdir. Eyni xəmirdən 2 cürə biçin. İstəyənlər amma buna şəkər şişan da vura bilərdi üstünə, düzdür? Vurmaq olar, amma o parıltılıdır deyə, yumurta sarısı vurulub deyə ehtiyac görmədim. Badam buraya oxşayır bu.
Hazırlayan hər kəsə nuş olsun. Siz də hazırlayın. Allah hamıza bol ruzq getirsin inşallah. Gələn videolarımızda görüşənə qədər. Çay süz nənə.